Velosiped yolunu gördüm, yadıma düşdü. Deməli, bir dənə video baxdım şeydən, Instagramda. Türkiyədə yaşayan bir dənə, Almaniyada yaşayan bir turistə şikayət edir ki, bəs şeydir, üçüncü dəfə deyir, avtomobil şeyindən, imtahandan kəsildim də. Deyir, oxşum ağlayır ki, bəs niyə belə oldu, filan fəs məkan. Mən 7 ildir Türkiyədə maşın sürürəm. Bir dənə şeydən, cəzam yoxdur, qəzam yoxdur, filan fəs məkan. Şey dərs yanır ki, bəs hamısını keçdim də, bəs bu qədər pul verdiyim, vaxt, stres. Və niyə belə olur da? Yadıma düşdü ki, radioda eşitmişdim ki, artıq bir həftə olar. Deməli, 66.000 adam İrlandiyada şey gözləyir. İmtahan vermək üçün gözləyir ki, bəs imtahan verəcəm hələ. Yəni keçəcək, keçməyəcək, pod vaprosdur. 60.000-də əminəm ki, 60.000-i 5-ci dəfədə girir. Bu velosiped yollarının olmağın səbəbi də şey deyil də, yəni Avropa, Zadora falan zırt-pırt deyil. Yəni insanlar həqiqətən də bu cür şeylərdən bezib də. Qardaş, ən belə yaxşı halda, hər şey bomba kimi getsə, belə deyək də, hər şey yağ kimi getsə, sənin bu prava almağın 1 il çəkir. 1 il. Hər şey amma şey getsin də belə, çotqada, yəni dalbadalda. Və 2000 euro minimum xərcin çıxacaq, 2000 euro. Hər şey hardan başlayır, nə bilim, 10 euro bir şey eləyib, əp şey eləməlisən, əp yükləməlisən, nə bilim, 10 euro verib kitab almaqsan, nə bilim, falan fəsməkan. 10 eurodan başlayır. İmtahanı hazırlar, imtahan verir, həkimə get, zırt-pırt. Hamısındakı şeydə belə deyək, vaxt aparır, əsəb stres. Ona görə də qardaş, heç kim bu şeyə xərcə girmir. Kəsildin təzdən, gözlə, nə bilim, hazırlaş, sonra nə bilim, vaxt tap ki, o müəllimin vaxtı nə vaxt olacaq, səni gezdiyə buraxacaqlar, buraxmayacaqlar, maşın tap, nə bilim, hər dəfə bir 200 euro sacaqlar şimdi bu gezdiyə belə deyək. Minimum, nə bilim, 8 dəfə gezdə verməlisən. Oşun, bırat. Ona görə bu cəmaat, bu velosipedi öz belə deyək də, şeyinə istəmir, sən denən. Öz kefindən sürmür bu velosipedi və yaxud da piyada, nə bilim, sən denən, ictimai nəqliyyat fırt-fırt. Hamısı bu səbəblərdən. Yəni, heyif deyil, Amerikada şeydə, Azərbaycanda 500 euro versən, yarım saatı sənə bravo verirlər. Vəssalam, sür kodda maşını, get də özümüz. Yəni, heç soruşan yoxdur, o quruqa sağlan girirlər, yoxsa soldan. Məncə belənsə olmalı, yəni xalqa xidmət belə olmalı, yoxsa nədir cəmaat əziyyət versin. Ekologiya dedikləri odur. Ekologiyanın anasını ağladılar. Bu da şey, Avropa. Neyse, hoşum. Beləncə, Murat. Yəni bu velosiped şey deyil. Yəni xüsusi bir göstərici deyil. Yəni və əksinə, yəni hansı ki xidmətin zəif olduğunu göstərir. Sonra deyək ki, maşını aldın. Okay, maşın ucuzdur da deyək ki, nə bilim, 500 euro versən, istədiyin də maşını alırsan da, yəni nə bilim 1000 euro falan. Belə. Təzəsini almaq istəyirsənsə, girsən kreditlə, çox aşağı, cüzi faizlərlə, ilkin ödənişlə təzə maşını ala bilərsən. Yəni maşını almaq, yəni heç bir problem yoxdur. Maşını almaq 10 dəqiqənin işidir. Gəlsən pulu versən, alırsan maşını. Əsas məsələ o pravadır, Murat. Prava, deyək ki, prava da aldın, maşını da aldın, hər şey bomba kimi. Kilsədən çağırırlar sən. Şey vaxtıdır, ibadət vaxtıdır. Maşını aldın. Parking, 3 euro, 5 euro, 10 euro parking.